Ölkəmizin hər bir bölgəsində olduğu kimi Şəmkir rayonunda yerləşən uşaq bağçalarında da son dövrlər dövlət tərəfindən diqqət artırılıb. Belə ki, gələcəyimiz olan balaca fidanlarımızın ilk təhsil aldığı məktəbə qədər təhsil müəssisələrində balaca fidanlarımızın təhsil alması üçün yüksək səviyyədə şərait yaradılıb. Əməkdaşlarımız Novruz bayramı ərəfəsində Şəmkir rayon Könüllü kənd, Üçsaylı və Abbaslı kənd körpələr evi uşaq bağçasında olublar. Burada binaların köhnə və yeni olmasından asılı olmayaraq uşaqların yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Hər iki bağçada əməkdaşlarımız çəkiliş apardıqları zaman balaca fidanlarımız milli bayramımız olan Novruz şənliyinə hazırlıq üçün səhnəciklərin hazırlanmasına şahid olublar. Bağça rəhbərləri isə bağçaların hər cür şəraitlə təmin olunduğunu bildirir və bunun üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Baharlı, ay baharlı, bağçamızda gül olsun, gül olsun, bülbül olsun. Aços ağacı sana, gəlib salam versənə, çömçəni doldursana. Oyluğu, saqqalı it qoyluğu, çosabil oyun elə, yığal bayram xonçası, keçərin toyn elə. 3 qrupdan ibarətdir. Mitisdə 38 uşaq var. Bəli, 3 qrupludur. Hal-hazırda Novruz şənliyinə hazırlaşırlar müəllimələrimiz. Bağçamız 2 qrupdan ibarətdir. 35 nəfərlikdir. Hal-hazırda 26 uşaq fəaliyyət göstərir. Yəni növbədə olan uşaqlarımız da var. İnşallah yəqin ki, təsdiqlənərlər. Ərzaqlarımız yüksək səviyyədən təmin olunub. Son dövrlərdə ölkə rəhbərliyinin uşaqlara olan göstərdiyi qayğı və diqqət yüksək səviyyədədir. Kollektiv adından, şəxsən öz adımdan, ölkə rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Bayramlarımız mübarək olsun. Bütün Azərbaycan xalqını bayramını təbrik edirəm. Kamran Əskiparalı, Sənan İsmailov, Səs TV Xəbər, Şəmkir.